سلام عزیز دوستان خدمتتونم. Bu قسمت انشالله خدمت استودیو با باز کردن قاب ویتیار مدل 937. اول در تیغن pistonların açarıq. Fəqət müvazib olun, tiğənin altında fənəri vardı. Barmağınızı buzu qoyun ki, birdən az pitçi açandan sonra fənər tiğəni dolazlamasın çölə. Tiğənin altında bir dənə çarsu pitç vardı. Bunu açıyor ta bu birisi qablar deyə bilər açar. Bu birisilər haləti çeşo idi. Bu haləti çeşoyu çıxardandan sonra bunların altında 2 dənə pitç. Çarsu pitç vardı, bunu açarıq. Bunları açandan sonra əksərən bu qablarda bəzi yerlərində də haləti xarmanən bir qabı yox, plastik. Ki onun altında da görürsən əksərən pitç olur. Bu da bu modelin 937-də də bu aşağı tərəfindəki qabın altında 2 dənə pitç var ki, bunlar haləti feşarı ki verirsən, haləti xarmanədir 2 dənə, o çıxar. Altında baxın 2 dənə pitçi var. Onu da açarıq. Bunları çıxardandan sonra əksərən görürlər ki, yenə çıxmır. Ondan sonra bu haləti dökmə ki vardı, xamış roşən, o da xarmanədir. Bunu balaca küçüklüyünə fişar verəndə çıxır. Altında fənəri və fərq üzrə. Dostlar, baxın bunun kilidi də haləti xarmanədir. Bəğəlindən bir balaca fişar versiniz, qaharsız çölə, altında fənəri var çıxar. Fəqət gözətdiyim fənərini itirmir. Bunları çıxardandan sonra aşağı tərəfdən balaca işarə eləsiniz. Bu qab kollara çıxır çölə. Əziz dostlar, bu mərahil باز کردن قاب ویتیار مدل 937 idi. İnşallah mərahil bədidə təriqi təviz bateri və armiçə ya məsələn tiğəsi inşallah onu da verəcəyik.